Quran oxumaq Allahın səninlə danışmağı deməkdir, bilirsiniz? Və mən burada bir söz deyim ki, sözü daha dərin mənada qəbul eləmək lazımdır. Yəni söhbət ondan getmir, Allahın kəlamını oxuyursan, o hərfləri oxuyursan, yəni Allah səninlə danışır. Bu deyil mənası. Sözün birbaşa mənasında, sən Qurana müraciət eləyəndə Allah səninlə danışmağa başlayır, məhz səninlə. Bəzən biz bunları məcaz kimi başa düşürük. Yəni Quran Allah kəlamıdır. Onu oxuyursan deməli Allah səninlə danışır. Xeyr, Quranla təmasa girdikdə Allahla sənin aranda bir kanal açılır, bir vasitə yaranır ki, Allah başlayır səninlə danışmağa. Maraqlıdır ki, hədislərdə var nübüvvət məqamına, yəni peyğəmbərlik. Nübüvvət peyğəmbərlik deməkdir. Nübüvvət məqamına yaxın bir haldır Quran oxumaq halı. Yəni insan peyğəmbərlərə bənzəyir Quran oxuyan zaman. Çünki peyğəmbərlərlə Allah danışıb axı. Yəni peyğəmbərlər nə hiss keçirib Allahdan onlara vəhy gələndə? Sən də öz tutumuva uyğun təxminən o hissi keçirirsən, o halda olursan. Bu mənada Allah səninlə danışır. Yəni ruhla Allah arasında bir yol açılır və Allah sənin ruhuna müraciət eləyir. Bu qədər əzəmətli bir məsələdir Quran oxumaq.